Salam uşaqlar, hər vaxtınız xeyir. Mən bugün sizə Dəyanət kitabının 6-cı nəşrindən orfoqrafiya, orfoepiya məsələlərinin 21-dən 30-a kimi izahını verəcəm. Başlayaq. O 20 sırada. Sözlərdən birinin yazılışı səhvdir. A variantı baxır ki, az, t, rona düzdür. Buna qoyaq plus. Sürsümük, bu da düzdür. Məşğuliyyət, bu da düzdür. Sonra asantda burada t olmalıdır. Ona göre cevabımız oldu D variantı. 22'de his sözüne aşağıdaki şərkətçilərdən biri qoşulsa söz kökündə S hərfindən biri yazılmaz. Biz bilirik ki, hisdir, bir de kül sözüdür. Onlarda birisi düşməsi üçün biz ona sız, sil, ona təkcə sız üstü 4 şəkilçisi artırmalıyıq. Cavabımız oldu D variantı. Həm də burada beləmədiklərini də tapa bilərik. Burada A saitdə çıxdı, in saitdə çıxdı, i çıxdı, saitdə çıxdı. Bunun beləmədiklərini tapa bilərik. Ya da qaydanı əzbərləməklə, suzsuz qayda əzbərləməklə bilə bilərik. Hansı sözdən bir samimi çıxarmaqla həmin sözün təfəkkür formasını yaratmaq olur. A variantında heç bir söz düşməyəcək. Sıtı-fıtı qaydasıdır. Özündən sonra saat gəlib deyə düşmür. B variantında burada cəld, dik olur. Bir də söz dəyişir. Olmur. Balıqlarda balıqdar olur. Balıqlar olur. Heç nə dəyişmir. Nəzəriyyədə biz bilirik ki, iyyət, bir də iyyah var. Bunlarda da bir y düşür. Ona görə də burada cavabı D variantını götürürük. Burada da bitcin olacaq. Keçirik birisi səhifəyə. Deməli, 24-cü sualımızda deyir ki, yazılışı ilə deyir ki, fərqlənən sözləri göstərir. Bir də buradan q keçir k-ya, sonra l keçir d-ya, k da keçir x-rığa. Olur otomatiklik deməli, biri götürürəm. Sonra məşğələ sözündə məşğələ sözündə oldu, yazıldığı kimi deyirdi, 3'ü çıxıram. Biz qayda keçmişdik ki, burada ayın arasında niyə girmir? Çünki biz qayda keçmişdik ki, bəraət, qəraət, riayət sözlərində arasına y girmir. Ona görə 5'i də çıxıram. Yəni fərqlənmir də, bu mənada çıxır. Kərgədanda heç nə dəyişmir. Oldu kim qalır. Hamarlıqda l keçir riya, q da keçir xıya. Hamarlıq, hamarlamaq olur. Deməli 4'ü götürürəm. 6'da his, 6'da olur hirs. Deməli 6'da hirs də sözündə olur, hirs də olur. Hə, uşaqlar deməli cavabımız oldu 1, 4, 6, yəni B variantı. Sonra 25'də deyir ki, hansı sözlərin yazılışında səhvə yol verilmiştir. Burada demək 25'də baxaq. Bəyanat sözü bir şey düzdür. Uşaqlar, siz bu sözləri bilmək üçün bu kitabın arxasındakı orfoqrafiya və orfoepiya sözləri əzbərləyə bilərsiniz. Əgər bu kitab sizdə yoxsa, mən sizin üçün kitabın orfoqrafiya və orfoepiya sözlərini yerləşdirirəm. Hə, 25'də. Sonra hansı sözün yazılışında səhvə yol verilmişdir? Bəyanat sözündə bilir ki, bu düz olur və deyilişində buradakı birinci A uzanır. Sonra 2'də lizm sözündə səhvə yol verilib. Sonra 3'də muhazirə yox, burada mühazirə olmalıdır. Sonra 4 düzdür, təkidlə, bu düzdür, çıxıram. Müxbir, burada da düzdür, çıxıram. Layiq, bu da düzdür, çıxıram. Sonra kombine da burada l-miyə keçməliydi. Sonra səhimdar da səhvdir. Mən götürürəm cavabımı 2, 3, 7, 8. Keçək 26'ya. Hansı sözlərin tələffüzü doğru deyil?
Bir də gübrə düzdür. Sonra 3-də təftiş düzdür. Sonra istiqamətdə də düzdür. Sonra 2-yə baxaq. 2-də mahirləşmək olmalıydı. Burada bir dənə buradakı R-ya keçirməli idi. Sonra 4'te planlaştırmaq. Bu da düzdür. 4'e çıxdım. Sonra altta qamarlamaq olacaqdı. Burada lığın yeni R olmalıydı. Bu da çıxdı. Burada nə səhvlə burada götürürəm. Hə. Burada nə səhv? Hə, burada istiqamət sözündə burada T'nın yerine D kesmeliydi. Ona göre getiriyorum cevabımı 2, 5, 6. 27'de düzgün yazılmış sözleri müəyyən edin. Miskər, işkəncə, tənbəl, subtropik, soyuq təhər, mülkiyyət. Hə, indi bu sözlərə bax. Hə, mən uşaqlar, miskər sözü düzdür. Tənbəl sözündən nə olmalıdır? Səhvdir. Soyuq təhər düzdür. İşkəncədə C olmalıdır. Subtropik düzdür. Mülkiyyət düzdür. Cavabımız olur A variantı. 28'də hansı sözü? Deməli uşaqlar baxaq. Durun. Hə. Proqram sözündə A yox, O olmalıydı. Musiqal sözdə A yox, O olmalıydı. Operada deyilişində opera olmalıydı. Pagon sözü düz yazılır. Pagon yazılır, pagon deyilir. Düzdür. Eventuda konsert olmalıydı. O olmalıydı. Hə. Sonra 29'da. İndi bu deyir ki, burada sözdən buraxılmış hərflərini uyğunlaşdırın. Cəngavərdə A olacaq. Mühitdə İ olacaq. Suvaridə U olacaq. Tsunamidə Suvaridə Ü olacaq. Tsunamidə U olacaq. Kəhrabada da Ə olacaq. İndi baxaq. Birə A gedir. Birə romb olan B variantındadır təkcə. Sonra burada 2'ye 3 buzaq verib burada. Baxa görə I 3 buzaqdır. Bəli. Sonra 3'e dairə verib. 3 nədir? Ü dairədir. Baxa görək. Bəli. Sonra 4'də kvadratdır. Kvadrat baxaq görək 4'də U yazmışıq. U baxa görə kvadratdır. Bəli. Sonra 5'də də bu 4 romb olan yazmışıq. Burada Ədir. Biz də Ə yazmışıq. Deməli bu da düzdür. Cavabımız oldu B variantı. Keçək 30'a. Uyğunluğu müəyyən edin. Doğrudur simfoniya. Yanlışdır sinfoniya. Sonra doğrudur ambinasiya. Yanlışdır ambinasiya. Sonra doğrudur ensemble. Doğrudur, yanlışdır ensemble. Sonra doğrudur kompot. Yanlışdır kompot. Demə bunu tutduq. Doğrudur handbal. Ya burada handbal olmadı. Yerə dəşi olmalıdır. Sonra ensemble'da mı bu ensemble səhvdir. Burada mı olmalıdır ensemble'da? Böyle ambinasiyada mı olmalıdır? Simfoniyada da düzdür. Sağ olun uşaqlar, salamat qalın. İndi mən sizə bunlara aid orfoqrafiya lüğəti atacağım. Onlara da əzbərləyirsiniz.